Bugündən Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Ermənistana səfəri başladı. Rəsmi məlumata görə o İrəvanda Ararat Mirzoyan, baş nazir Nikol Paşinyan və prezident Vaqan Xaçatryanla görüşəcək. Səfər çərçivəsində iki tərəfli əməkdaşlıq, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda ilk növbədə BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə ediləcək. Eyni zamanda regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də gündəmdə olacaq. Bu, rəsmi və ictimaiyyətə açıqlanandı. Bəs danışıqların pərdə arxası məqamlarında nə baş verir? Rusiyanın Ukraynadakı müharibədə əlinin gücləndiyi bir vaxtda Lavrovu İrəvana gətirən səbəblər nələrdir? Cavid İmaməliyev araşdırıb. Lavrovun Ermənistana səfəri hazırki geosiyasi proseslərin tərkib hissəsidir. Rusiyanın baş diplomatı əslində kifayət qədər geniş gündəmlə İrəvana yollanıb. Birincisi, Rusiya Ukraynadakı müharibədə bütün ipləri əlinə alıb, mövqelərini arzu olunan səviyyəyə çatdırıb. İndi müharibənin əvvəlində Moskvanın orbitindən kənarlaşmaq istəyən Ermənistandan hesab soruşmağın vaxtı çatıb. Ona görə də rəsmi açıqlamada Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət tezisi gündəmə gətirilib. Yəni Ermənistan bizimlə qalır və qalmağa məcburdur mesajı verilir. İkincisi, Avropa Siyasi Birliyinin Albaniyada baş tutan zirvə görüşüdür ki, burada Paşinyan Azərbaycan, Türkiyə və Avropa liderləri ilə kulis danışıqları aparıb. Təbii ki, Moskvanı burada aparılan danışıqlar və Ermənistanın mövqeyi maraqlandırır. Qısa desək, Rusiya proseslərdən kənarda qalmayacağının mesajını verir. Digər maraqlı fakt isə Ermənistanda aktivləşən Rusiya meyilli qüvvələrdir. Cəmi bir gün öncə Robert Köçəryan kimi əlaltılar geniş açıqlamalar verir. Moskvanı xilaskar kimi təqdim edirdi. Yəni Lavrovun səfərindən öncə İrəvanı Moskvanın səsi silkələdi. Bununla da Kreml Paşinyan administrasiyasına mesaj verdi ki, Lavrovla hesablaşmaq məcburiyyətindəsiniz. Düşünürəm ki, Nikol Paşinyana xəbərdarlıq edəcək. Həmçinin seçki öncəsi həm burada müxalifətə də bir növ müsbət impuls verməkdir Rusiya tərəfindən. Yəni göründüyü kimi Sergey Lavrov daima Ermənistanı öz nəzarətində saxlayır, Ermənistan dövlətini, siyasi hakimiyyətini daima hədələyir anti-Rusiya siyasətinə görə. Bəs Lavrovun da Yerevanda keçiriləcək danışıqlar çox ciddi mübahisəli olacağını düşünürəm. Ekspertlərin fikrincə, Rusiya Ermənistana ilkin mərhələdə səhvlərini bərpa etmək üçün şans verə bilər. Amma bu, Paşinyan administrasiyasının hakimiyyətdə qalacağı mənasına gəlmir. Moskvanın göstərişi ilə iqtidar sakit formada liderliyi təhvil verə bilər. Əks təqdirdə Kreml İrəvana növbəti il seçkilərinə qədər bütün vasitələrlə təzyiqlər göstərəcək. Müxalifətin siyasi və maliyyə dəstəyi ilə gücləndirilməsi, hökumət daxilində parçalanmaların baş verməsi və idarəetmənin zəifləməsi buna misal ola bilər. Üstəlik, diqqətdə saxlanılmalı bir məqam var ki, Ermənistan qərblə iqtisadi sahədə müəyyən danışıqlara nail olsa da, ölkə iqtisadiyyatı demək olar ki, Rusiya və nəzarətindəki Avrasiya İqtisadi İttifaqından asılıdır. Trump hakimiyyətə gələndən sonra deməli, siyasi müstəvidə dəyişikliklər baş verdi və ondan bu yana Paşinyan Rusiya ilə münasibətləri qurmağa çalışır. Ermənistanda hesab edirəm ki, Lavrovun gəlişi ilə müəyyən canlanmalar olacaq. O cümlədən Rusiya yönümlü siyasətçilər artıq günlərdir Paşinyan hakimiyyətini devirmək üçün işə keçiblər. Hesab edirəm ki, gələn 2 iyun ayında parlament seçkilərinə Rusiya yönümlü siyasətçilər daha çox çalışacaqlar və müəyyən mənada da səs qazanmağa çalışacaqlar. Bu zaman biz Rusiyanın daha açıq şəkildə Ermənistanın təzyiqini müşahidə edə bilərik. Hesab edirəm ki, bu təzyiq ilk öncə iqtisadi müstəvidə başlayacaq. Çünki Ermənistanın Avropa siyasətində siyasi və hərbi baxımdan müəyyən bir dəstək əldə etsələr də, iqtisadi alternativlərin tapılması kifayət çətindir. Ermənistan həm Rusiya bazarından asılıdır, həm də Rusiyanın əsas hakim olduğu Avrasiya İqtisadi İttifaqı ölkələrinin bazarından asılıdır iqtisadi baxımdan. Və Rusiya istənilən vaxt ən az kiçik bir iqtisadi rıçağa işə salmaqla Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər və Ermənistanda həm sosial, həm iqtisadi müstəvidə böhran yarada bilər. İstənilən halda Paşinyan administrasiyası çıxılmaz vəziyyətdədir. Moskva artıq bütün nəzarəti yenidən bərpa etməkdə qərarlıdır. Bu isə Paşinyan iqtidarının sonu ola bilər.